Belə mənzillər satışda çox qalmır. Niyəsini sizə eləyim, buna təsir edən həm mənzilin yerləşdiyi yer, yerləşdiyi bina premium olmağı və yaxud adi bir binadır. Eyni zamanda mənzilin özü təmiri, əşyalı olmağı. Bunlar hamısı təsir edir mənzilin tez satmağına. Və bu da elə bir mənzildir, yeni təmirdən çıxıb, təmirdən də sonra burada bir gün belə yaşayış olmayıb. Necə görsünsə elə satır. Bütün mebel texnikalar hamısı qiymətə daxildir. Bura mənzilin qonaq otağıdır. Elə buradan başlayaq, sonra keçərək giriş hissədən davam edərik. Yaxşı ölçüsü var, belə deyim. Ən əsası dar uzun otaq deyil. Eni yaxşıdır, görürsünüz. Divan, jurnali yerləşdirilib. 6 nəfərlik masamız əlavə olaraq kifayət qədər boş ərazidə qalıb. O hissədə 2 ədəd kreslomuz var. Yenə qarşısında jurnali yerləşdirilib. Arxa hissə divar belə gözəl dekorlarla, lepka işləmələrlə bəzədilib, dekor güzgülərdən istifadə olunub. Mənzildə ümumiyyətlə divarda dekorativ boyadan istifadə olunub. Döşəmə parketdir. Bu hissədə TV stendimiz yığılıb. Aşağı hissəsi bu görünən hissələri. Şkafdır. Bu hissəsi Venesianka ilə işlənib. Böyük ekran televizorumuz, kondisioner kimi hər bir şey və ona görə tam hazır mənzildə alan kimi köçüb yaşaya bilərsiniz. Əlavə olaraq nəsə almağa ehtiyac yoxdur. Ən əsas vaxt itkisi yoxdur. Mebel axtarmağı, texnika axtarmaq üçün o cəhətdən də yaxşıdır. Bu hissədə eyni ilə belə deyim dekorlarla bəzədilib mənzil ümumilikdə. Mərkəzdə gözəl fərqli təzə lüstrumuz, spotlar, trek işıqlar. Mənzil ümumilikdə işıqlı mənzildir, yəni gün düşən mənzildir. İnşallah gəlib canlı baxanda da şahidi olacaqsınız. Bu gözəl qonaq otağına məncə bu qədər kifayət eləyər. Gəlin keçək, başlayaq mənzilin giriş hissəsindən. Bura bizim giriş qapımızdır. Daxil olduqda sol tərəfdə bu hissədə tresuarımız var, açarıq. Bu hissələr şkafdır, belə bir güzgü yerləşdirilib burada. Lepka daraqlar, aksesuara kimi hamısı yığılıb hazırdır. Burada əyləşmək üçün, paltar asmaq üçün yer də var. Bu hissəsi də şkafdır. Döşəmə qranitli isti döşəmə ilə təchiz olunub. Bu sağ tərəfdə bu divarda da yenə Venesianka boya, bura işıqlardan istifadə olunub. Bu hissədə lüstrumuz, spotlar, trek işıqlar, hər bir şey ideal səviyyədədir. Girişin bu hissəsində dolabımız yığılıb. Dərinlikdə yaxşıdır, demək olar tam axıra kimidir. Paltar, ayaqqabı, istənilən əşyazı tam rahatlıqla yerləşdirə bilərsiniz. Yəni yer kifayət qədərdir. Otaqlar üçün yerləşməsini deyim, artıq oranı gördünüz mənzilin qonaq otağı, yanında mətbəxi. Burada sanitar qovşağımız, bu hissədə isə 2 yataq otağı yerləşir. Yəni sanitar qovşağı görsədim mən sizə. 2 dənədir mənzildə ümumilikdə, biri buradadır, digəri isə yataq otağının daxilində, onu da göstərəcəm. Ölçüsü yaxşıdır, genişlik cəhətdən. Gözəl, maraqlı teksturalda qranitdə seçilib. Divar isə aksesuarlardan istifadə olunub, qara rəngdə. Bu hissədə böyük moydadırımız, paltar yanında burada yerləşdirilib. Üst hissəsi mərmərdir və burada isti döşəmə ilə təchiz olunub. Bu hissədə divar üçün unitazımız, yuxarı hissəsində isə nişaları yığılıb. Və keçək mənzilin mətbəxinə. Bayaq qeyd etdim, qonaq otağının düz yanında yerləşir. Buradan daxil oluruq. İlk öncə onu deyim ki, girişdə olan isti döşəmə burada da davam etdirilib. Buradan mənzilin eyvanına da çıxış var. Həm buradan, həm qonaq otağından bir böyük eyvana, ikisindən də çıxış var. Bu hissədə belə bir masamız yerləşdirilib, barın stollar. Gözəl, bura işıq, mərkəzdə lüstrumuz, spotlar, kondisionerdə kimi hər bir şey var. Gözəl mətbəx mebelimiz yığılıb, maraqlı rəng tonları seçilib. 2 qapılı soyuducumuz yerləşdirilib bu hissədə. Hamısı da təzədir, heç biri istifadə olunmayıb. Sobalar, qaz peçi, aspirator, üstü və sinəliyi mərmərdir. Mənzildə istifadə olunan bütün elektrik qutuları hamısı orijinal Panasonicdir. Yəni keyfiyyətli təmiri var, onu nəzərdə çatdırmağa çalışıram. Şkaflar da demək olar axıra kimidir. Və TV internet çıxış burada nəzərə alınıb. Bayaq qeyd etmişdim, divarlarda dekorativ sədəf boyadan istifadə olunub. Buradan da kifayət edər bu qədər. Keçək, yataq otaqlarını göstərdim, sonra mənzilin qiymətini və digər məlumatları nəzərinizə çatdıracağam. Dediyim kimi mənzildə bir gün belə yaşayış olmayıb. Alan şəxs mənzilin ilk sahibi olacaq. Buradan daxil oluruq mənzilin əsas yataq otağına. Çox gözəl, geniş ölçüyə malik yataq otağımız var. Döşəməsi dediyim kimi otaqlarda parketdir. Giriş, mətbəx, sanuzəllər isə isti döşəmə ilə təchiz olunub. Məncə genişlik yaxşıdır. Bu hissədə bir kreslomuz yerləşdirilib. Make-up hissələri şkafdır. Gözəl böyük taxtımız. Arxa hissəsi yenə dekorlarla bəzədir. Travertindən, bura işıqlardan istifadə olub.
mərkəzdə lüstr spotlar, bunlar hamısı qaydasındadır. TV internet çıxış burada nəzərə alınıb. Burada da dekor güzgülərdən istifadə olunub. Kondisioneri də var bütün otaqlarda. Yataq otağın bu hissəsində dolabımız var. Bunu da göstərdim sizə. Dərinlikdə çox yaxşıdır. Yəni əşya yerləşdirmək üçün heç bir probleminiz yoxdur. Və bu yataq otağın daxilində yerləşir növbəti sanitar qovşağımız. Burada da hər bir şey hazırdır. Bütün aksesuarlarla təchiz olunub. Moydadırımız, divarçı unitas, duş kabini, hər bir şey tam hazırdır. Buradan isə daxil oluruq mənzilin ikinci yataq otağına. Buranı istəsəniz uşaq otağı kimi, istəsəniz böyük yataq otağı kimi istifadə edə bilərsiniz. Bu sizdən asılıdır. Buradan mənzilin bir dənə də balaca eyvanına çıxış var. Taxtımız yerləşdirilib, arxa hissəsi də gözəl şəkildə bəzədilib, rənglər də hamısı bir-birinə uyğunlaşdırılıb. Burada dediyim belə bir yazı masası da nəzərə alınıb, yuxarı hissəsi şkaf. Burada da kondisionerimiz var və yataq otağının bu hissəsində yenə də dolabımız yığılıb. Bunların hamısını bir-bir göstərirəm ki, mənzil haqqında sizdə tam təsəvvür yaransın, yəni qaranlıq məqamı qalmasın. Belə, mən demək olar mənzildə nə var, nə yox, hamısını ən xırdalığına qədər sizin nəzərinizə çatdırdım. Keçirik məlumatlara. Mənzil yerləşir Nərimanov rayonu Təbriz küçəsində, 28 may metrosuna da yaxındır, Gənclik metrosuna da, Yaşıl bazarın yanındadır. Yeni tikili bina, premium binadır. Yeni təmirli və təmirindən də sonra mənzildə bir gün belə yaşayış olmuyor. Gözəl proyekti var, əgər videodan da gördünüz. 3 otaqlı mənzildir, 122 kvadrat ölçüyə malikdir. 17 mərtəbəli binanın 11-ci mərtəbəsində yerləşir, gördüyünüz şəkildə satılır və mənzilin start olaraq qiyməti 480 min manat təyin olunub. Əlavə məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.